Herkese salam. Kripto Azərbaycan kanalına xoş gəlmisiniz. Mən Xəlil. Bugün videomuzda Ryzen proqramı haqqında sizlərə məlumat verəcəm. Ryzen vasitəsilə bizlər kriptovalyuta ilə həm NFC, həm də onlayn ödənişlərimizi edə biləcəyik. Ryzen'ın bir neçə funksiyası var. Gəlin bu funksiyaları sizlərlə tanış edeyim. Gəlin addım-addım başlayaq. Hər şeyi telefondan göstərmək istəyirəm sizə, çünki biz Ryzen zaten telefondan istifadə edəcəyik. App Store və yaxud da Play Store-a girəndə, axtarış bölümünə Ryzen yazanda sizi sarı bir proqram qarşılayacaq. Bu proqramı telefonunuza yükləyirik. Proqramı yüklədiyi hesabımıza daxil oluruq. Gəlirik burada Create Account düyməsini tıklayırıq. Ölkə bölümündə burada az yazanda zaten Azərbaycan gəlir. Azərbaycanı seçirik, devam edirik. Burada e-mailinizi özünüz yazaraq da qeydət ola bilərsiniz. Həmçinin Google-dan birbaşa qeydət ola bilərsiniz. Sizin üçün hansı rahatdırsa ondan istifadə edin. Davam etdikdən sonra qarşımıza belə bir səhifə gəlir. Bu səhifədə ekranda yazdığım kodu yazırıq. Mən bu kodu videonun açıqlamalar bölümündə, həmçinin Telegram kanalımızda paylaşacağam. Kodu yazdıqdan sonra davam edirik. Bir virtual kart $2.75 centdir. 2 virtual kart $3.75 centdir. Təbii ki, siz burada pul ödəməyəcəksiniz. Tamamilə pulsuz bir şəkildə alacaqsınız. Onu da necə eləyəcəyinizi deyim. Bir virtual kartı seçirsiniz. Aşağıda Get My Card düyməsinə tıklayırıq. Burada baxın, sizə rastgele bir kod verib. Buna X tıklayırıq sol tərəfdə. Discount kod bölümündə Crypto Az yazırıq və apply edirik. Burada gördüyümüz kimi 90% endirim gəlir sizə. Yəni cəm $1 ödəməli olursunuz. Bunu da mən ödəyəcəm, mən verəcəm. Amma sadəcə mənim referallarıma. Bu kodu yazdıqdan sonra Stable Coin bölümünə gəlirsiniz. Continue to Payment düyməsini tıklayırsınız. Daha sonra ikincini USDT'ni tıklayırsınız və Binance Smart Chain seçirsiniz. Bu bölümə gəldikdən sonra aşağıdakı tiki onaylayırsınız və kopyalayırsınız. Ekran şəkli ilə bərabər kopyaladığınız adresi Telegramda mənə göndərirsiniz. Telegram hesabımı da editdə burada bir yerə qoyacağam. Daha sonra mən sizin hesabınıza $1 göndərirəm və hesabınız aktiv olur. Ödənişimi tamamladım və ana ekrana gəldim. Burada Verify Your Account bölümü gəlir. Burada biz kimlik doğrulaması etməliyik. Kimlik doğrulaması bölümünə girəndə də Start Verification Now düyməsini tıklayırıq. Burada adımızı və soyadımızı yazırıq. Daha sonra bizə vəsiqənin önü, arxası və üz doğrulaması istəyəcək. Bunu da tamamlayacağıq. İşləmləri tamamlayandan sonra aşağıda Verify bölümü artıq sizə tamamlanmış olacaq və Deposit bölümü gələcək artıq. Əgər Verify bölümündə problem olarsa, əsasən problem necə olur? Vəsiqə bulanıq olanda ya da oxumayanda və s. belə problem yaşayırsınız. Təkrar sizdə Verify bölümü aktiv olacaq. Ora tıklayırsınız, yenə göndərirsiniz, onaylanacaq yəni. Daha sonra Deposit bölümü gəlir. Bura biz hər hansı bir məbləğ depozit edərək 10 Risk Point qazanırıq. Gəlin indi öz hesabıma giriş edeyim və proqramla tanış olaq. Artıq öz hesabıma giriş elədim. Burada bizi belə bir səhifə qarşılayır. Yuxarıda bizim balansımız var. Biz buraya yatırım etmək üçün nə etməliyik? Add bölümünə tıklayırıq. Buradan Stable Coin transferi seçirik. Daha sonra hansı blockchain-də yatırmaq istədiyinizi soruşur. Adətən Binance Smart Chain istifadə etdiyim üçün onu seçirəm və USDT seçirəm ikincini. Burada adres verir mənə zaten. Adresimi kopyaladım, yapışdırdım. Hər hansı bir birjadan və yaxud da cüzdandan bura pul göndərə bilirsiniz. USDT göndərə bilirsiniz. Yəni bir neçə dəqiqə ərzində balansınıza oturur. İlk yatırımınızda orada müəyyən dəqiqə var. O dəqiqədən sonra sizə risk point verir. 10 ədəd risk point verir. Risk pointlər nə işə yarayır? Burada gördüyünüz kimi müəyyən şirkətlərlə əməkdaşlıqlar var. Orada istifadə edə bilirsiniz. Daha sonra burada bizim planlarımız var. Biz başlayanda standart planla başlayırıq. Amma sizlər yeni qeydiyyat olduğunuz üçün 24 saat ərzində 40% endirimli bir şəkildə təklif olunacaq. Təxminən $3 mən burada bir aylıq deyəsən Emerald planı almışdım. Çünki burada 2.5% cashback var və bütün komissiyalardan 50% endirim var. Həmçinin də fizik kartı burada gördüyümüz kimi pulsuz olaraq yazır. Mən onu bugün sifarişini verməyi düşünürəm. Və standart planda $10 xərclədiyinizdə 1 risk point gəlirsə, Emerald planda isə $2 xərcləyəndə 1 risk point alırsınız artıq. Ryzen'da aylıq giveaway var. Bu giveaway nə işə yarayır? Baxın, burada gördüyümüz kimi $50 üzərində bir xərcləmə eləyəndə biz avtomatik olaraq giveaway qoşulmuş oluruq. Və buradan da qazana biləcəyimiz məbləğlər $500, $300 və $200 olur. Hər ay rastgele bir şəkildə üstünü qazanan seçilir. Əvvəlki sıralamaya baxanda burada $7,000, $5,000 da xərcləyib qazana bilərsiniz. $60 da xərcləyib qazana bilərsiniz. Bu tamamilə rastgele olan bir şeydir. Daha sonra referanslarınız xərcləmə eləyəndə, onlar komissiya ödəyəndə sizlər onların komissiyasından 30% qazanc əldə edə bilirsiniz. Bu gün Bravo'dan NFC ilə alış-veriş elədim. Əslində videoda onlayn bir ödəniş eləmək istirdim. Heç nə ödənişim gəlib mənim. Amma heç nerede ödəmə bölümünə girəndə gördüm ki, bir baxım var. Hal-hazırda ödəniş eləyə bilmirik. Ona görə də alınmadı. NFC ödənişlərini eləmək üçün də aşağıda plusa tıklayırsınız. Sizdən kart məlumatlarını istəyir. Daha sonra gəlirsiniz buradan Details bölümünə tıklayırsınız. Kart məlumatlarınızı qeyd edirsiniz. Sizə mail və yaxud da telefon vasitəsilə bir təsdiq gəlir. Onu təsdiq edirsiniz. Artıq kartınız NFC-yə əlavə olunur. Hər hansı bir ödənişi gedib mağazalarda, apteklərdə, restoranlarda telefonunuzla ödəniş edə bilərsiniz. Ryzen'ın daxilində Invest var. Invest nədir? Biz burada kriptovalyutalara long, short işləmləri aça bilərik gördüyümüz kimi və həmçinin də stock marketlərə investisiya edə bilərik. Ryzen haqqında bütün məlumatları artıq verdiyimi düşünürəm. Hər hansı bir sualınız olarsa da videonun yorumları bölümünə, həmçinin də Telegram kanalımızda suallarınızı yaza bilərsiniz. İndi isə gəlin axırıncı
videomuza yorum yazan istifadəçilərdən 2 nəfər seçək və hər birinə $5 mükafat verək. Çəkilişimizi başladırıq. Qazananlar 24 saat ərzində Telegram vasitəsilə mənimlə əlaqə saxlasın. Qazananlardan 2 nəfərdən biri əlaqə saxlamasa, Telegram qrupunda yazacağam. Üçüncü qazanan, yəni İsmət bəy əlaqə saxlayar məndən $5 mükafatını götürər. Bugünkü videomuz bu qədər əziz istifadəçilər. Videomuzu bəyənməyi, kanalımıza abunə olmağı və yorum yazmağı unutmayın. Bəlkə növbəti qazananlardan biri siz ola bilərsiniz. Mən Xəlil, hər kəsə bol qazanclar.